Selamun Aleyküm Şeyx. Və aleykum salam. Bəzi qardaşların əqidə və mənhəzləri onlara arxayınçılığı gətirir. Və əqidədən başqa məsələlərdə boşluqlar əmələ gəlir. İstər əxlaq məsələləri, istər digər ibadət məsələlərində. Bu halda qardaşlara nə nəsihət edərdiniz? Elhamdülillah. Ümumiyyətlə, düzdür, əqidə mənhəc vacibdir və birincidir. Lakin bununla, bu o demək deyil də, bu ikisi olsa qutardı. Başqa nə işsən elə, olmaz elə. Onun yanında ədəb də mühümdir. Əxlaq, özü aparmaq, insanlarla. Təbii ki, o demək deyil, sən əqidədə, mənhəcdə sələfsən, nə gəldi danış. Necə gəldi danış, nə gəldi hərəkət elə, necə gəldi hərəkət elə. Əksinə, əqidəsi düz olan, mənhəci düz olan daha ədəbli olmalıdır. Daha əxlaqlı olmalıdır. Aydındır qardaşlar, bu düzü problemlərdəndir. Əxlaq mövzusu daima gündəmdə olmalıdır həmişə. Çünki əxlaqlı, mədəniyyətli olmaq, insani keyfiyyətləri olmaq mühümdür. Həm ailədə, həm qonşuna, həm qohumla, ümumiyyətlə insanlarla. Aydın qardaşlar, ona görə bir dənə əqidə, kimin əqidəsi mənhəci düzdür, o demək deyil, o günə gəldi, danışsın, qışqırsın, halı yersiz, yerli. Fikir vermək lazımdır, fikir vermək lazımdır, bəli.